Bəziləri həyatda iz qoyur, bəziləri tarix yazır, bəziləri isə öz ömrü ilə qəhrəmanlıq dastanına çevrilir. Bugün torpaq uğrunda canından keçən, gəncliyini vətənə fəda edən belə bir igid, şəhid kapitan Pərviz Məmmədov haqqında danışacaq. O, 1989-cu ildə Bakı şəhərində doğulmuşdur. Aldığı ilk təhsildən Ali Hərbi Məktəbədək hər addımında xalqa xidmət üçün hazır olmuşdur. Vətən uğrunda döyüşlərdə Xocavənd və Füzuli şəhərlərinin azadlığı uğrunda döyüşən igid, əbədiyyətə qovuşsa belə gələcək nəsillərə bir qəhrəmanlıq sahnaməsi qoymuşdur. Bu buraxılışımızda onun haqqında ailəsinin, dostlarının və yaxınlarının xatirələri ilə tanış olacaqsınız. Əvvəlcə şəhidimiz haqqında hazırladığımız videoçarx izləyək. Daha sonra qaldığımız yerdən davam edəcəyik. Pərviz Məmmədov 1989-cu il avqustun 9-da Bakı şəhərində anadan olub. 1995-2006-cı illərdə Qaradağ rayonunda Qurban Abbasov adına 288 nömrəli tam orta məktəbdə təhsil alıb. 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. Azərbaycan ordusunun kapitanı olan Pərviz Məmmədov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Məmmədov sentyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Pərviz Məmmədov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı, döyüş tapşırıqlarını yerinə yetirən zaman, mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Pərviz Məmmədov ölümündən sonra igidliyə görə medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Pərviz Məmmədov ölümündən sonra Xocavəndin azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən Pərviz Məmmədov ölümündən sonra 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edildi. Bu evin divarları bir igidin addımlarını, bir ananın dualarını yaxşı tanıyır. Pərviz necə uşaq idi? Gəlin onun hekayəsini birbaşa anasının dilindən eşidək. Zəhmət onun sözünüz haqqında məlumat verə bilərsiniz. Mən kapitan şəhid Pərviz Məmmədovun anası Məmmədova Zenfirayam. Mən bir ana kimi Pərvizi elə bir tərbiyədə böyütmüşəm ki, o həqiqətən vətənimizə, xalqımıza, torpağımıza layiqli bir oğul oldu. Onun şəhidliyinlə mən ana fəxr edirəm, qürur duyuram. Çünki hər oğul şəhidlik zirvəsinə ucalmır. Hər oğul tarixlərə qızıl hərflərlə yazılmır. Amma mənim oğlum yazıldı. Allah şəhidlərə rəhmət eləsin.
qazilərimizə can sağlığı versin. Bizim oğulların sayəsində işğaldan torpaqlarımız azad oldu. Dəmir yumruğun sayəsində, prezidentimizin dəmir yumruğu sayəsində işğaldan torpaqlarımız azad oldu. Mən ona görə də mən oğlumla fəxr edirəm, qürur duyuram. Pərviz uşaqlıqda necə uşaq idi? Onun xasiyyətini bir ana kimi necə təsvir edərdiniz? Pərvizin uşaqlığı demək olar ki, çox gözəl keçib. Orta məktəbə əla oxuyub. Riyaziyyatdan birinci yerdə idi həmişə. Pərvizin hər dəqiqəsi, hər saniyəsi xatirədir. Pərvizin hər bir şeyi gözümün önündədir. Çox dəcəl də uşaq idi, bir balaca. O dəcəlliyinlə mən inanırdım ki, o hər bir yerdə o baş çıxarda bilər. O qoçaqlığından, o hər bir şeyinlə irəli də gedirdi. Məktəbdə, yoldaşlarının arasında. Çox belə deyim ki, Pərviz həm xeyirxah uşaq idi, dost da çox sadiq uşaq idi. Ata, ana, qardaş bacısı üçün çox belə həddindən artıq həssas bir uşaq idi. Və yoldaş üçün, evladı üçün çox gözəl ata idi. Xanımı üçün çox gözəl yoldaş idi. Yəni ki, mən ana olaraq, indi deyirlər ki, bəzi analar evladını çox vaxtı uydurma ilə tərifləyir. Amma Pərvizdə elə bir şey olmadı. Pərviz həqiqətən hər addımı, hər danışığı, hər oturuşu, duruşu Pərvizin vətənə, torpağa layiq, sadiq bir oğlan idi Pərviz. Çox gözəl bir uşaq idi Pərviz. Pərvizin evdə çox sevdiyi bir məşğuliyyət var mıdır ki, bugün onu sizə xatırladır? Pərvizin, bəli, hər addımı, hər kəlməsi xatirədir. Pərvizdən çox xatirələr qalıb. Amma illərlə danışsan o xatirələr sona yetməz. Çox idi Pərvizin xatirələri. Pərviz ailə üçün, ata-ana üçün, qardaş-bacı üçün ən önəmli bir evladı idi Pərviz. Pərvizlə mən bir ana kimi fəxr edirəm. Pərviz şəhid olmasa bu yüksəkliyə ucala bilməzdi. Allah rəhmət eləsin. Mən fəxr edirəm oğlumla. Qürur duyuram ki, o ali məktəbi, hərbi ali məktəbi özü seçdi, özü getdi. Məndə bir narahatçılığım yox idi. Deyirdim, Azərbaycanın oğlu hərbidə olar, hər bir yerdə ola bilər. Hərbi olmasa şəhid də olmazdı. Torpaqlarımızda mənfur erməninin əlindən qurtula bilməzdi. Əvvəlcə zəhmət olmasa özünüz haqqında məlumat verin. Məmmədov Vələddin, şəhidimizin atası. Pərvizin şəhid olduğu xəbərini necə aldınız? Mən onun şəhid olmağın xəbərini hələ evdə aldım. Daha doğrusu işdən gəlmişdik. Belə gəlib xəbər elədilər ki, bəs belədir vəziyyət. Pərviz haqqında ən çox nəyi xatırlayırsınız? Pərviz haqqında mən əsasən xatırladığım məktəb illəridir. Məktəbə gedib gəlməyidir. Ən çox xatırladığım Heydər Əliyev adına ali hərbi məktəbə daxil oldu orada. Çünki orada öz istəyi oldu. Qafqaz Universitetinə düşmüşdü. Oradan istəmədi onu. İstəmədi, ikinci dəfə təkrar gedib imtahan verib ali hərbi məktəbə qəbul oldu. Həmin günü çox xatırlayıram mən. Daimi yaddaşdadır o gün. Həmin gün çünki mən özüm onunla bir yerdə olmuşam. Pərvizi son görüşünüz yadınızdadır? Yaxşı yadımdadır son görüş. Mən Tovuz'daydım, Tovuz'dan Bakıya gəlirdim. Zəng eləyib danışanda dedim ki, gələm yanıma. Güldü, dedi ki, mən əskərəm yanıma gəlirsən. Dedim, görmək istəyirəm səni.
Mən Yevlağa çatanda gördüm ki, gəlib dayan burada. Bu müharibədən biraz qabaq idi, təxminən bir ay. Dedim, ay rütbəm alacağım, yaxınlaşıb. Qismət olmadı. Bizə Pərvizlə bağlı uşaqlıq xatirələrinizi bölüşə bilərsiniz? Şəhərimizlə bağlı xatirələrimiz çoxdur, düzdür. Çox bir yerdə olmamışıq. Ağlım kəsəndən ailə hərbi məktəbdə olub. Vətənə, millətə, torpağa bağlı insan olub. Hər bir qardaş qardaşının ağlında iz qoyur. Pərviz sizin ağlınızda necə iz qoydu? Qardaş olaraq necə qardaş idi? Pərviz məndən böyük qardaş olub, böyük olub məndən. Daim gözü nəzəri üstündə olub. Yaxşı qardaş olub, gözəl qardaş olub, dayaq olub, dəstək olub. Həmişə yalnız olub, zəng eləyib, soruşurdu, maraqlanırdı. İkisi mən hələ də barışa bilmirik, amma iz qoymağına bugünkü gündə o igidliyinlə, mərdliyinlə iz qoydu, getdi. Özünüz haqqınızda zəhmət olmasa biraz məlumat verin. Mən Səlimzadə Elnur, rəhmətli Pərviz qardaşımın yaxın dostu. Pərviz necə dost idi? Onu sizə daha çox bağlayan hansı xüsusiyyət idi? Allah bütün şəhidlərimizə rəhmət eləsin. Pərvizin yaxşı xüsusiyyətləri çox idi. Həm öz səmimiyyəti ilə, necə deyim, həm açıq ürəkli idi, çox mərd qardaşımız idi, Allah rəhmət eləsin. Ən çox da deyib gülürdü, zarafatları, bu şeylərlə yadda qalırdı, yəni çox müsbət enerji qardaşımız idi, Allah rəhmət eləsin. Pərvizin şəhid olduğu xəbərini necə eşitdiniz? Mən evdə idim, bir dostumuz var idi bizim Tural, yəni Pərvizdən yaxşı tanıyırdı. O zəng elədi ki, bəs Pərviz vurulub, işi gücü atıb, gəldi məhliyə bir yerə, hamı yığılmışmışdı. Onda biraz dəqiq deyildi, gah dedilər vurulub, gah dedilər belə, yaralıdır. Sonra məlum oldu ki, bəs şəhid olub. Bugün Pərvizin adı çəkiləndə ilk ağlınıza gələn nə olur? Pərvizin adı çəkiləndə ilk öncə hamı qürur duyur Pərvizlə. Bütün, yəni tək mən yox, bütün Azərbaycan, bütün onu sevənlər hamısı. Bir yerə yığışanda dostlarla Pərvizdən söhbət açılanda onun zarafatları, nə bilim, bizdən elədiyi zarafatlar yadımıza düşür. Zəhmət olmasa özünüz haqqında məlumat verin. 44 günlük Vətən müharibəsi qazisi Əsədov Zamin Akifoğlu. Pərviz kapitan kimi necə bir komandir idi? İlk öncə Allahdan şəhidlərimizə rəhmət diləyirəm, ruhları qarşısında baş əyirəm. Cənab kapitan Pərviz Məmmədov mənim komandirim olubdur. Onun haqqında çox şey demək olar. O əsl Azərbaycan oğlu idi, əsl vətənpərvər bir zabit idi. Vətəni sevən bir zabit idi. Tabiliyində olan şəxsiyyətlərə daimi qayğı göstərərdi. Bir qardaş kimi, bir komandir kimi, maddi, mədəvi, hər zaman tabiliyində olan şəxsiyyətə öz əlindən gələn dəstəyi bildirən bir insan idi, göstərən bir zabit idi. Pərviz haqqında çox şeylər danışmaq olar. Sonuncu dəfədə bir yerdə mənfur düşmənin atdığı artilleriya mərmisindən Cənab kapitan qəhrəmancasına şəhid oldu Xocabənd istiqamətində gedən döyüşlərdə. Mən də orada yaralandım. Mən həmişə deyirəm, kaş mən də şəhid olaydım, Pərvizi o vəziyyətdə görməzdim. Qismət, Allah Taala demək, o uca məqamı mənə layiq bilmədi. Çünki şəhidlik ən ali zirvədir. Şəhidlərimiz Peyğəmbər süfrəsində əyləşən bir
şəhidlərdir. Allah Teala məni o məqama layiq bilmədiyi üçün mən yaralandım. Lakin öz komandirimi, öz dostumu itirdim. Bu mənim üçün ağırdı. Mən hər an, hər dəqiqə yad edirəm qardaşımı. Həqiqətən də qardaş idi, çünki mən ondan komandirlikdən də əlavə bir qardaş qayğısı görürdüm. Şəhid olduğu gün sizinlə danışmışdım. Onunla son danışığınız yadınızda? Əlbəttə ki, mən cənab kapitandan döyüşün ilk günündən şəhid olduğu ana qədər bərabər olmuşuq. Demək olar ki, gün ərzində heç 5 dəqiqə biz ayrı qalmırdıq da, bu daimi bir yerdə olurdu. Biz komandir tapşırıq aldı, Xocabənd istiqamətində bir tapşırıq icra olunmalıydı, onunla bağlı. Ora yollandıq. Ora çatmamış biz artilleriya mərmilərindən məruz qaldıq, düşmənin atdığı artilleriya. Orada müəyyən bir yerdə dayandıq. Orada müəyyən bir vaxtdan istifadə elədik. Orada bir göstəriş verdi ki, zamin gətirin çörək yeyək, bəlkə axırıncı yeməyimiz oldu da bu bizim. Orada çörəyimizi yedik. Soy payok verilirdi bizə. Orada belə də bir şey oldu, greska düyü yedi. Bir də dedi ki, kürəkdə, Buranjiletin kürəyində içki vardı, biz onun eskisi daha enerji içki. Onu da dedi, onu çıxart, süz içək, onu da içdik. Sonra yollandıq döyüş yerinə, döyüşə yollandıq. Yollanarkən o yolda mənə bir söz dedi, yəni, ölənə qədər unutmayacağım bir söz, mənim üçün ağır olan bir söz. Dedi, zamin mən şəhid olsam, oğlum Tuncayı bağrına basıb, bərk-bərk qucaqlayıb öpərsən, çoxlu. Dedim ki, amma mənlik deyil, niyə şəhid olursan, inşallah Allahın köməklə müharibə dayanar, özünüz qayıdıb oğlunuzu çoxlu da öpərsiniz, ürəyiniz istəyən qədər doyunca. Dedi, yox da, mən sənə deyirəm bu sözü edərsən. Orada da qayıtdı hələ ki, belə görəcək ki, sən şəhid olsan, mən sənin oğluna nə deyim sənə haqda. Dedim ki, heç nə demə, mən şəhid olmayacağım, mən qayıdıb özüm oğlumu öpəcəm də, sözümə də deyəcəm. Belə bir şey oldu. Həqiqətən də şəhidlərimizin öncədən elə bir ki, agah olur onlara şəhid olduqları, həqiqətən. Və getdik. O sözü deyəndən 1 saat sonra, 40 dəqiqə belə çəkərdi. Mənfur düşmənin atdığı artilleriya mərmisindən mən öz qardaşlarımı orada itirdim, mən də özüm ağır yaralandım. Kaş ki, mən də şəhid olaydım. O anı, o dəqiqanı, o saniyəni, o dostlarımı o vəziyyətdə görməyəydim. Qismət. Allah Teala məni o uca məqama layiq bilmədiyindən mən sağ qaldım. Pərviz Məmmədov, səssizliyində əzm, baxışlarında isə vətən olan bir qəhrəman. O, uşaq yaşlarından torpağına, bayrağına, vətəninə sevgi ilə böyüdü. Həyatını şərəfli hərb yoluna həsr etdi. Azərbaycan ordusunun igid kapitanı kimi yalnız ordusunun deyil, eyni zamanda xalqının da etimadını qazandı. Bunu da qeyd edim ki, oğluna yadigar qalan təkcə adı deyil, eyni zamanda qəhrəmanlıq mirasıdır. Sağ olun, salamat qalın. Növbəti buraxılışımızda başqa bir qəhrəmanın həyat yolunu işıqlandırmaq ümidi ilə.